Günahlardan qaçsız Allah özü sizlə ünsiyyət qurar. Özü səndən həm söhbət olar. Günahlardan qaçsız Allah özü sizlə ünsiyyət. Allahın qapısı açıqdır ünsiyyət üçün. La yuxlaqu babuhu və la yuraddu sailuhu. Baxın cümləyə. Qapısı heç vaxt bağlanmaz. Sail də, yəni onun qapısına gələn, onunla rabitə qurmaq istəyəni qapısına göndərməz. Yəni qapı açıqdır. Buyurun bismillah, ünsiyyət qurun. Bir dənə ayədir, Mücadilə surəsində dedi: "Ma yakunu min najwa salasatin illa huwa rabiuhum." 3 nəfər bir-birinə pıçıldaşsa, Allah deyir 4-cü mənəm. 4 nəfər bir-birinə pıçıldaşsa, Allah deyir 5-ci mənəm. Biz nə deməkdir bu? Yəni pıçıldaşsan da elə bilmə ya, gizlin də olsan da elə bilmə, o yoxdur ya, ordadır. Ha, oradadır. O ruhun alətinə bax. Yanımdadır yəni. Üzümü çevirib danışa bilərəm. Üzümü ona tutub danışa bilərəm. Həzrət Rəsul-i Əkrəm buyurur, Peyğəmbərimiz buyurur: "Mən xərəcə min zullil ma'siyə ila izzit ta'a." Əgər günahların çirkabından çıxa bilsöz, itaət edə bilsöz, nəsəhullah əzzə və cəl. Günahlardan qaçsız Allah özü sizlə ünsiyyət qurar. Allah niyər? Özü səndən həm söhbət olar. Belədir Allahımız. Hərdən görsən bir dənə sualla gəlirsən, xutbəyə gəlirsən, bir məsələni neçə vaxt ilişmirsən, onu bilməksən, gəlirsən xutbədə xətib deyir. Amma Allah sənə nədir? Onun dili nədir də? Sənə ünsiyyət qurdu sənə. Amma müğayət olağın, günah birinci məsələdir, baxın qardaşlar. Günahdan qaçmayana qədər heç bu söhbətin yeri yoxdur. Heç olmazsa ruhiyyəmiz bu olsun ki, günahdan qaçaq. Yaxşımı? Günahdan qaçma ruhiyyəmiz olsun. Tövbələr eləyək gün ərzində. Bu nəfsi başlı başına bıraq, tuğyan eləyəcək. Mövləvinin bir təmsili var, Mövləvinin. Deyir ki, təmsildir də, misal çəkir. Deyir, bir inək, deyir, onu tövlədən çıxardırdılar, gətirirlər səhərdən axşamayacan çəmənliyə, otluğa. Otlayardı, səhərdən axşamayacan kökələrdi. Axşam ki, gətirirlər tövləyə, axşamdan səhərəcən arıqlayardı. Deyir, niyə arıqlayırdı? Təmsildir. Deyir, öz-özünə fikirləşərmiş ki, görürsən bu sabah bu ot quruyar yoxsa yox. Birdən başqa inəklər gələr. Birdən tövlənin qapısını açmazlar, qalar amac. Mən yaddan çıxaram. Elə bu fikirlə arıqlayırdı səhərəcən. Səhərdə dururdu, geyirdi, kökəlirdi. Hələ belə kökəlir, arıqlayır, kökəlir, arıqlayır. Bu Mövləvi elə belə təmsil deyib, amma izah verir sonradan nə demək istəyirdi. Bu nəfs o inəyə bənzəyir. Bu nəfs o inəyə bənzəyir. Səhərdən axşamayacan günahla doyurur, axşam da gedir səhərəcən fikirləşir ki, sabah hansı günahla eləyəcəm. Axşam dərd, səhər sevinc bu cür nələ kökəlir, arıqlayır. Hələ bu cür nə eləyir, keçirdir. Divəzi bənzətməsi idi bu onun. Nəfsi biraz buraxdığın cavan qardaşım. Bu elə nə eləyəcək, bildiyin eləyəcək, bunu boş buraxmaq olmaz.